Kaydı başlat. Kaydı. Səsim gəlir. Əla. Deməli, encryption anlayışı nədir? Vüqar bəy, ilk öncə ondan başlayaq. Encryption anlayışı sizin gördüyünüz prosesləri bir növ kodlamaq. Yəni istifadəçi üçün həmin prosesi oxunul vəziyyəti daha da çətin hala gətirmək. Buna deyirlər encryption anlayışı. Baxın, məsələn sizə adi bir misal göstərim də. Encryption nə deməkdir və encryption necə həyata keçirilir? Encryption necə icra olunur? Baxın. Baxın, bunu görürsünüz. Nə yazılıb? Encryption. Encryption. Yox, baxın bu isə. Encryption. Gördünüz bunu? Əla. Bu baxın, bunu görürsünüz bax burada E, G, Z, J. Burada tam-tamını oxuya bilərsiniz, nə ifadə eləyir, nə demək istədiyini başa düşə bilərsiniz burada. Ay, so, yox. Yəni təkcə siz yoxu mən belə başa düşə bilmərəm. Çünki nəyə görə? Bu encryption'dır. Bu soxtlamaq mənasına gəlir. Nə deməkdir? Baxın, indi onu sizə daha asan formasında mən göstərəcəm. Daha asan formasına mən deyəcəm. Notepad açaq birinci. Məsələn, nəyə encryption eləyək? Vizyasan. Elə encryption eləyək. Məsələn, sizin adınızı. Vüqar. O biraz balacadır. Böyüdək. Görürsünüz. Məsələn, V hərfinə deyək ki, 001. 001 olsun. Ü hərfinə deyək 0 nə bilim G-z məsələn. Q hərfinə deyək tutalım da 011 011 A hərfinə nə deyək? A hərfinə deyək ulduzlar. Son olaraq da R hərfinə deyək. Nə deyək? A hərfini hara götürdük? Bir saniyə, mən otağı dəyişim. Bizə saniyə Vüqar bəy. Bir dənə otağı dəyişim. Orada nəsə rahat olur. R hərfinə də deyək, nə bilim, olsun A++. İndi mən, Vüqar bəy, nə edəcəm? Bu gördüyünüz sizin adı encryption adım. Və indi sizin adınızı encryption formasına yazacağım. Hələ yanında yazın. V-yə nə demişik? 001. Ü nədir? 0 G, Z. Sonra Q nədir? 0111. A nədir? 3 dənə ulduz. Opsi nə idi? R-dakı AE++. Burada 4 dənə ulduz. 4 dənə ulduz. AE. Biraz balacalaşdıraq. Yox, belə gözləyin. Shift. Balacalaşdıraq. Aha. AE++. İndi mən sizə bu Vüqar sözünü buradan silsəm. Siz burada deyə bilərsiniz mənə nə yazılıb. Oxuya bilərsiniz. Ay, sağ. Yəni təkcə yox. Çünki siz Vüqar sözünü bildiniz. Yəni mən izah elədim nə yazdığımı. Düzdür? Hə, ona əsasən bildiniz ki, mən burada nə yazmışam, nə demək istəyirəm. Amma mən bunu yazmasam burada bilə bilməzdiniz də nə yazmışam. Düzdür? Hə, buna deyirlər encryption anlayışı. Nə deyirlər? Encryption anlayışı. Yəni encryption anlayışı nədir? Sizin şəxsi məlumatlarınızın, ümumiyyətlə sayt başlığı adlarınızın qarşı tərəfə yönləndirilməsi zamanı həmin başlıq adlarının o hissəyə düşməməsi. Buna deyirlər encryption anlayışı. Nə? O hissəyə düşməməsi. Düzdür? Hə. Bəli. Onlar nə olur? Onlar şifrələnir. Avtomatik olaraq onlar nə olmuş olur? Onlar şifrələnmiş olur və bunlara da deyirik nə? Encryption anlayışı.
Nə deyirik? Encryption anlayışı. Yəni baxın, bunun ən yaxşı nümunəsi, baxın bura. Burada oxuya bilərsiniz nə yazılıb. Hə. Yəni burada hər bir encryption'ın, yəni açılışında xüsusi bir ad var. Encryption alfabet yazsaq, encryption anlayışı. Encryption. Hə, Caesar, salt to salt. Hə, baxın. Bunu görürsüz. Burada mətin yazılıb. Bir saniyə. Aha. Burada mətin yazılıb. Görürsüz bu mətni. Yəni bu mətin normalda ingilis dilində yazılıb və oxunaqlı bir mətindir. Ctrl C. Yəni istəyirsə bunu vuraq translate-ə. Nə dediyini başa düşək. Translate-ə vuraq. Bəsən yenə donma prosesi baş verəcək. Bəli. Bəsən yenə donma prosesi baş verəcək. Baş verməməlidir. Belə vəziyyətdə nə edirik? Bəli. AIT-də deməli bir dənə mexanizma var, Vüqar bəy. İşləyən bir şeyə dəyməyin. Köhnə üsul həmişə ən düzüdür. Görürsüz, Shift, Ctrl Shift Escape edirik, restart veririk, düzəlirsə, deməli nədir? Çox da dərinə düşmək lazım deyil. Yəni ümumiyyətlə işləyən prosesə, işləyən sistemə heç vaxt dəyməyin. Dəydisə bilin 2 qat. Bəli, və olan da gedəcək. Öz işinizi 2 dəfə artıracaq. Bir sistem işləyirsə ona dəyməyin. Fərqi yoxdur. İstəyir 50 il qalıb orada, neçə il qalıb. Tuta bilmirəm Windows Explorer. Siz ona dəyməyin. Restart. Görürsünüz belə restart. Bəli, sistem işləyirsə dəyməyin. Sistem işləyirsə dəyməyin. Restartı bəst elə. Nədən də öz meynindən restart verək, görək özündən ama. Bir də özündən də restart verdik. X restartı neydi? Açmış oldu. Harda qalmışdıq? Translate-də, düzdür? Məsələn, baxın, bayaqki mətni kopyaladım da. Bayaqki mətni kopyaladım. Rus dilini Azərbaycan dilini. Bax, görürsünüz, normal bir yazıya çevirdi, düzdür? Yəni, mən başa düşmək üçün bunu elə. Baxın, burada yazılan, burada normal bir yazı yazılıb. Düzdür? Burada. Amma bu da onun encryption forması. Yəni, burada oxuya bilərsiniz nə yazılıb. Burada ingilis dilində yazılıb. Ən yüksək ehtimalla translate adıb tərcümə edəcəksiniz. Burada deyə bilərsiniz nə şey yazılıb. Burada. Ay, sağ ol. Yəni bu elə bilirsən ki, random hərfləri bura atıblar. Necə gəldi yazılır. Bu, bax, bu. Bunun encryption-udur. Yəni bu burada encryption olunub. Bu burada encryption olunub. Və burada da göstər. Məsələn, baxın. A hərfi neyinə əvəz olunub? H-la. Bəli, baxın, buradakı A hərfi var ha. Buradakı A hərfi var ha. Buradakı A hərfi var ha. Baxın, burada nədir? H. Yəni bu bunun encryption-udur. Sonra A ilə, A ilə, burada C var. Özü dəyişə bilirsiniz. Yəni bu bunun encryption-udur. Hətta bu saytı istəyirsə atım sizə. Bu saytı atacağım sizə.
Qəşəng saytdır. Bunun üstünə girib baxa bilərsən. Bu encryption. Yəni encryption anlayışı nə oldu? Encryption anlayışı yəni soltlamaq. Bəli, bəli. Görürsüz, məlumat oxuna bilmir. Düzdür? Buna deyirlər encryption nə? Bəli. Buna deyirlər nə? Encryption anlayışı. Yəni məlumat qəlizləşdirilir. Yəni məlumat kodlanır da. Ya bunun digər adı var, soltlama. Yəni iş müsahibələrində soruşa bilirlər. Düzdür, helpdesk-ə aid deyil, kiber təhlükəsizliyə aid daha çox. Amma soruşsalar basic formada, yəni sadə formada soruşa bilərik. Soltlama nədir? Soltlama prosesi nə gedir? Deməli, soltlama prosesi sizin məlumatı digər formada çevirməyiniz. Yəni qarşı tərəfin oxuya bilmək üçün ona hər hansı bir şifrələmə metodundan istifadə edərək nə etməyiniz? Soltlama. Baxın, solt yazsaq. Bəli, bəli. Soltlama metodu var. Hə, baxın. Password 1 2 3. Soltlamısınız onu. Baxın, bunun açılışı password. Hə, bu bunun açılışıdır. Bu bunun açılışıdır. Soltlanıb. Və yaxud da ki, baxın, salt value. Bunu görürsüz də, hashed value. Bunun soltlanması, baxın. Yəni bu password 1 2 3 deməkdir. Password 1 2 3. Nə olub? Soltlanıb. Bəli, baxın bu. 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 D olan. D, faiz, y falan var ha. Bizə saniyə adaptasiya. Yəni ona deyirlər soltlama. Yəni nə deyirlər? Soltlama. Yəni bu soltlanılıb. Məsələn, bunu mən sizə desəm ki, Vüqar bəy, burada nə yazılıb deyə bilərsiniz? Yox. Halbuki password 1 2 3 yazılıb. Bəli. Yəni passwordsa və əlavə olaraq bu da password artı soltlama. Solt to solt, double. 2 dəfə soltlanıb. Bir dəfə soltlanıb, bir dəfə də təzədən soltlanıb. Yəni bunu qırmaq biraz çətin olur. Bəli. Soltlama həmişə təhlükəsizlik açısından baxımından olunur ki, daha secure olsun. Daha necə təhlükəsiz olsun. Deyə nə olmuş olur? Soltlanmış olur. Bu belə. Yəni bunu başa düşdünüz? Nə deməkdir? Bəli. Encryption içində gedir. Şifrələmə, encryption. Encryption özü kriptovalyuta, yəni şifrələmə sözündən gəlir belə. Bilirdiniz bunu? Bu lap yaxşı. Bu bir saniyə. Telefon getdi. Bu qurtardıqsa, keçək terminaldan işləyək biraz. Düzdür. Yox, bağlamayın onsuz da nöqbəti. Aşağıda məndə də açıldı. Mən də eləyim. Yox, lazım deyil. Terminalı bir buradan aça bilərəm. Düzdür. Bir buradan açıram. Bir də hardan aça bilərəm.
Əla. Avtomatik var elə. Açdıq. Gəl biraz effektiv eləyək, rəngini dəyişək ki, daha gözəl. B0 O rənglər yadımda qalmış və açığı qırmızı hansı idi? B necə? Colors birləşik. Elə var. Color'un yanında boşluq. Bircə saniyə. Çox gəldim. Color'un yanında boşluq. Bir dənə də boşluq. Sualın yanında sual yox, çox. Birdən. Belə. Hə. Hə, 0, black, grey, hamısı var. Yaşıl var. Purple, yellow, sarı, purple. Purple var imiş. Purple indi 5D. Ha, hələ tapır. Color nə? 5D. Ayaq niyə böyükdən yazsan ki? Color 5D. Böyük nə olar? Belə nəsə verəcək. Hə, verdi. Hə, belə yox. Elə 19-dur o, 1.9. Color 0 yazmadım ki bayaq. Hə, bu belə yazsın. 0. Hə, neysə buna çox oynamayaq. Buna çox oynamayaq. Neyniyək? Məsələn, mən sizdən soruşum. Sistem haqqında məlumat almaq istəyirəm. Nə yazdım? Yazım da. Sistem info. Vermədi ki. Sayısı Neofetch niyə işləmir ki? Neofetch işləmir, fast fetch ataq. Yo, onu bilmirəm, sadəcə mən həmişə nə edirəm? Fast fetch-nə ya da neofetch-nə edirəm? Fast, fast, düzdə, f-e-t-c-h. Həmişə belə eləmişəm də. Fast fetch niyə tapmadı ki? Yəni, baxın, bəlkə mənə terminalımı işləmir heç. IP config. Mənə terminalımı işləməlidir axı. Ha, yox. Terminalım işləyir. Yox, terminalım işləyir. Terminalda problem yoxdur. Yo, adminlik məndədir. Hə. Yaxşı, sistem infoyu baxaq görək. Sayısı tm info. Hə. Yüklənir. Baxaq görüm nə deyəcək sistem haqqında.
Oy maşallah. Adını çıxardı. Adını çıxardı. Yox, hara getdi? Sistem infodan aşağısı. Adını çıxardı. Name Microsoft iOS-un əməliyyat sistemi Microsoft on home'da özdə configuration standard multiple core Acer markasını çıxardı. Aha. Adını çıxardı, sistem modelini çıxardı. Aspire A31557 prosesor Intel 64 fəm 6-cı nəsil. Tamam. Windows sistem 32 fayllarının saxlandığı sistem local sistem dili olaraq Russian qəbul edib, hə? Bu dəyişim gərək indi gördüm. Rus dili qəbul edib, ona görə niyə yüklənəndə rusca yüklənib əməliyyat sistemi. Niyə görə? Mən də deyirəm axı niyə elə problem yaşayır. Bildim indi görə. Heç ağlımda yox. Rusca qəbul edib. Status heç 190 DHCP-mi göstərir. 192 IP adresimi göstərir. IP version 6-mı göstərir. IP-lərim heç. Necə? Səsim gəlir? Vüqar bəy. İndi bir dənə ataq görək mən kiməm. Who am I? Düzdür? Bilirsən onu? Who am I? Baxaq görək adminəm, admin deyiləm, ümumiyyətlə nəyəm, baxaq da. Gəlir indi. Aha, atdınız who am I? Aha, görək mən kiməm. Desktop 1C, 6C, markada Acer. Sizdən belə bir şey, markası gəlməlidir. Yox. Deməli, nəyi yoxlayaq? Bu mənə yoxladı. Başqa. Hə. Aktiv bağlantını yoxlayaq. Nə idi aktiv bağlantı? Net stat. Ne deyirsən? Net stat idi da. Net stat. Çıxarım. Net stat. Tre var idi da. Hə, tre var idi. Ana. Baxaq. Aktiv bağlantımı göstərməlidir bu. Hə, göstərir. Aktiv bağlantını göstərir. Bax. Active connection, baba. Belə hacker kimi oldu elə bila. Baxın Vüqar bəy. Yuxarı ana. Bax burada nə yazılıb? Active connection. Aktiv bağlantımı göstərir və portlarımı göstərir. TCP, hamısı TCP, UDP var. Yəni portlarımı göstərir. Məsələn bu portlarım, bunlar boşdur. Hər ikisi. Hər ikisi. Listing bunlar established, bunlar closed wait'dədirlər. Bunlar da foreign addressləri. Aktiv bağlantılarımı göstərir buna. Məsələn, bu portların yarısı elə boşdur. Görün, nə bax, bunlar elə boşdur. Görürsünüz. O tipi. Bəli. 33, 80, 87, 74, 41, 7 falan. Bunlar portda. Well-known portlar var arasında. Hamısını göstərir. Biz siz nəyə yoxlayaq? Diskləri yoxlayaq. O disklərdə disklər biraz uzun idi. O yadıma bir dənə düşdü. Vmac
Vmac idi. Vmac local disk idi. Bəli, bəli, elə idi. Local disk idi, səhv etmirəmsə. Get name, name-ni yoxlayaq. Mən nəyindəyəm? Azərbaycan dilinə keçək. Bu niyə belə oldu ki? Aha, get name-i yoxlayaq. Size-ını yoxlayaq. Bir də ki, boş yeri yoxlayaq. Free space. Yoxlayaq, görək. Hə, bax, verdi hamısını. Gördünüz? Ay, o ara getdiniz siz. Baxın, 3 dənə disk var. C, D, Y. Onu bax, təsdiqləyək buradan. Niyə 2 dəfə açdı ki bu? Ha, 3 dənə, bəli. C, D, Y. 3 dənə disk var. Bunu buradan təsdiqlədik. Burada da verdi. C, D, Y. Mən yazdım bunu. Biraz uzundur. Sizdə yəqin ki 2 dənə çıxacaq disk. Yox, sizdə disk neçə dənə disk var? Burada bir dənə nə diskidir? C. D diski yoxdur sizdə. Bir dənə C gəlir. İndi onda sizə bir dənə C çıxacaq. C çıxmalıdır. C çıxdı. Niyə götürməsin ki? Bir dənə yoxlayın, götürməlidir. Bir dənə yoxlayın. Hə, götürmür. Gözləyin, onu baxım görüm şey üçün. Windows 11 sonlanıb yadımda, bir dənə gözləyin. 11 üçün nə idi? Hayda, bir saniye. Dilimin ucunda yapıyorsa. Şey yazın, disk parti yazın. Nədir? Yazın görüm disk parti götürəcəyimi. Hə, şey dedim də, administrator da götürəcək. Disk parti. Görürsünüz diskləri oradan. Görməlisiniz. Hə. Disk partda götürür deyirəm də. Hə, 11 şey üçün məndə 10-dur deyənə götürdü. 11-də artıq 11-lərdə təzədir deyənə ola bilər ki, götürmür. Qovluqlara baxaq. Necə? Qovluqlara baxaq. Qovluqları necə yoxlayırdıq? Bununla. 3/F göstərək. Bəli. Oy maşallah. Oy. Aynen. Bunlar DLL'lər də var bunun içində. Yəqin ki, maşallah. Nə vaxt yanacaq? Inputlar, linklər, medialar, hamısı. Bunlar sistem qovluqlardır. Yadda saxlayın. Qovluqlar 3 yerə bölünür. Sistem, konfigurasiya qovluqları da sənəd qovluqları. Necə? Səsim gəlir? Aha. Deməli qovluqlar 3 yerə bölünür. Yadda saxlayın. Sistem, qovluq, sənəd, konfigurasiyada sistem digəri. Konfigurasiya və ya da sistem qovluqları siz heç vaxt silməməli və yaxud da ki, əvəzi replace eləməməlisiniz. Çünki onlar bu kompüterin işləməsi üçün əvəz olunmazdır. DLL-lər var, kitabxana dediyimiz qovluqlar. Hansı ki, sistem 32-nin içində yerləşir ha. Və onlara heç bir zaman toxuna bilmərsiniz. Çünki onlar kompüterin işləməsi üçündür. Maşallah, saxla da bir yerdə dayı. Bu gedəcək deyəsən. Yo, bilirəm, sadəcə getməyini istəyirəm. Sistem, digər adı konfigurasiya, sənəd,
Sistem, sənəd, konfigurasiya. Xeyr. Bəsdir bu qədər. Dediniz, bəsdir bu qədər. Baba, index.js, package.json, hə, deyirəm də, hamısını göstərir. Index, bunlar JS fayllardır, hə, JavaScript-dir bunlar. Index, JavaScript, kripto, burada, maşallah, hamısı. Baxın, bu nə quruluş idi? Mən dedim keçən dəfə. Bir-birinin içində idi, yəni nəsil ağacı da gör. Yo, nə quruluş idi, necə quruluş idi? İyarxik. Bəli, Copper'da iyarxik quruluş idi. Bar, reducer, errorlar hamısını çıxardı bir-bir. Bəli, bütün məlumatlar nə elədi? Hara getdim? Çox getdim deyəsən. Düş. Hamısını çıxardım. Sonra nə edə bilərik? Haclara baxacağıq. Cari qovluğumuza baxaq. Deyir. Əməliyyat sistemi haqqında məlumat da ala bilər ya. Ver. WinVer də var. Bu ver yazsız da olar. Version 10. Sizdə 11 çıxacaq. Bəli. Proseslərə baxaq, işləyən proseslərə. Task list. Bəli, task list. Kompüterdə nə işləyirsə onu göstərir. İşləyən proseslər. Baxın. Hamısını göstərəcək. Nə bilim, memory compression var, hamısını. Neyini Bəli, hamısını exe fayldan da göstərir. Sonra nə edə bilərik? Gizli fayllara baxaq. Atrib idi, səhv eləməmsən, atrib. Gizli fayllar. Loqlama, atrib. SSH-larla. Bateriyaya baxaq görək. Bateriya hesabatı eləyək. Power neydi? CFG/ battery report olmalıydı. Yəni yoxlayaq, olmasa digərini yoxlayarıq. Battery report. Belə bir şey. Aha. Hesabat verəcək o haqqında. Report verməlidir. Save the file. Hə, verdi. Battery life report save file pass. User Acer battery report H demək. Haqqında hesabat verir. Battery report. Belə böyük şey deyil. Kompüterdəki istifadəçiləri görək. Net user. Baxa görək.
Onu bloklayaq. Nədir? Blokladım axı. Hara getdi terminal? Control. Net user qoyaq da. Net user. Hə, bildim. Bəli. Bu ayamı gördük. Mac ünvanları bilirik, sistem driverləri heç. Quraşdırılmış proqramlar. Bəli, Winget. Winget list. Ay maşallah gedəcək. Biraz get. Doldu. Source agreement for the using. Do you agree all researchers agree? You. Yes. Biraz uzun gedəcək. Winget list. İndi hamısını göstərəcək. Təzə yes olmalıdır. Yes-ə basmalısınız. Təklif verəcəksiniz. Həqiqi? Hə, deyə hamısı gəldi. Hə, onda bir də siz administrator deyilsiniz ki. Hə, admində açmamısınız. Hə, mən də admində açmışam deyənə məndən icazə istədi. Siz addə açmısınız deyən icazə. Mən burada məsələn yes no soruşdu məndə. Deyir razısan bütün hamısını çıxarmağa. Admindəyəm deyənə yes dedim, hə. Yəni quraşdırılmış bütün bax proqramları göstərdi. AutoCAD var. Tarixini göstərmir, hə. Version və versiyasına qədər göstərir ki, hansı versiyadadır. Şey göstərir, VirtualBox var, Oracle. VMware var. 17.5.1. Amma səhv etmirəmsə şeyini göstərmir də. Python olmalıdır, hə, deyə Python var. Python 3.12. Bəli. Python-a mən çoxdan yükləmişdim. Sonra bax C++ var. Kod. Sonra Visual da olmalıdır. Bunlar çoxdan yüklənib. Göstərir hamısını.
Sonra. Sonra nə var idi? ARP-ni artdı. Winget artdı. Abi niye dondu ya bu terminal? Hmm. Niye BIOS adını göstərək görək. Ne bu? BIOS adını. B T S T A T Stat olmalıydı. Səhv etmirəmsə N. Tamam baxaq. Hə, çıxartdım. BIOS. BIOS göstərir. Bəli, net BIOS. Bəli, bəli, bəli. Net. Yazmışam da orada. nbstat.n. Net BIOS'a da baxdıq. Sonra nəyə baxa bilərik? Net use H, sistem driverləri H, tapşırıqlara baxdıq. Yox, o lazım deyil. Windows versiyasına heç ona baxdıq WinVer-nə, sistem konfiqurasiyası MS Config, resurs monitoru H, kompüter idarə etməsi, qeyd dəftər, Regedit H, yazıya ehtiyac yoxdur, dəyişdi, iPhone. Sonra buradan nəyə baxa bilərik, nəyə baxa bilərik. Buna baxdıq. Net BIOS-u göstərir lokal adını. Cədvəl formasında özdə.
Buradan registri də açsın. Registri buradan aça bilərik də. Biz necə ara getdi? Siz necə açaq? Regedit nə olmalıdır? Regedit. Açacaq o. Register editor. Oradan açaq görək. Açdı. Register editoru açdı. Hər şey burada da. Default user experience. Hamısını göstərir register editoru. Regeditdən aça bilərik. Belə. Bugün terminalla işlədik. Kaydı dolduraq.